Saat 16:33'ü göstərir və bu saata qədər olan ən vacib xəbərlərlə qarşınızdayıq. Xəbər təqdimatçınız mən İntiqam Valihoğlu. Dəyərli izləyicilər, bir neçə xəbər manşetimiz var, belə deyək, vacib məlumatlarımız var. Aylıq 236 manata mənzillər satışda, bax bu barədə çox vacib bir xəbəri diqqətinizə çatdıracağım. Həmçinin Ramiz Mehdiyevin siyasında 42 deputat var imiş, belə bir iddia var. Digər manşetimiz Milli Məclis yenidən buraxıla bilər. Çünki çox önəmli məsələlər var, yetərsay məsələsi var və s. və Sovetskidəki söküntülərlə bağlı da rəsmi açıqlama diqqətinizə təqdim olunacaq və həmçinin digər önəmli məlumatlarımız da diqqətinizə çatdırılacaq. YouTube üzərindən bizi izləyənlər canlı yayımımızı elə indidən bəyənin, paylaşın, hər kəs belə deyək, sual verə bilsin, suallarınızı cevablaya bilək. Bugün səhər saat 5 radələrində Xəzər rayonu Binə qəsəbəsində marşrut avtobusu yanıb, Çinar Trans MMC-yə məxsus 160 nömrəli marşrut üzrə hərəkət edən deməli, avtobus tamamilə yanaraq yararsız hala düşüb, dəyərli izləyicilər. Əvvəla maraqlıdır, 4 deməli 45-də 5-ə qalmış bu avtobuslar işləyirmi? Burası maraqlıdır. Bir də ki, bu 160 nömrəli avtobus ümumiyyətlə, yəni illərdir bu marşrut, Binə marşrutu, nə bilim, çox ciddi problemli bir marşrutdur da, yəni necə deyərlər, gah orada, bir dəfə yadınızdadırsa, şlaqbamı keçmişdi, ailənin yeganə bir uşağı, 7-ci sinifdə oxuyan bir uşaq, belə deyək, həyatını itirmişdi və s. YouTube-dan bizi izləyən dəyərli izləyicilər, canlı yayınımız orada like düyməsi var. Bir dəfə bəyənin, YouTube yayınımızda olan izləyici sayına baxıram, bəyənmə sayına baxıram, belə deyək, doğru, uyğun gəlmir. Hava xəbərdarlığı var, çox vacib məsələlərdən biridir. Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib və müraciətdə deyilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə bugün axşamdan başlayaraq sabah gündüzə qədər bəzi ərazilərdə güclü külək əsəcəyi, havanın yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylarda sel və daşqın hadisəsinin baş verəcəyi və şimşək çaxacağı gözlənilir. Qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Eyni zamanda və ən vacibi, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Digər məlumata keçid alaq, dəyərli izləyicilər. Deməli, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə bir çox məsələlərə toxunub. Dövlət başçısı sakinlərin uzun illər ərzində ağır şəraitdə yaşadığını xatırladıb. İlham Əliyev qeyd edib ki, köçkün həyatı çox ağırdır. Stat. Ancaq artıq o günlər arxada qaldı. 5 ilə yaxındır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və azad olunmuş bütün torpaqlarda geniş quruculuq işləri gedir, o cümlədən Zəngilan rayonunda. Yenə də deyirəm, birinci böyük qayıdış proqramını biz Zəngilan rayonundan başlamışdıq. Bugün Zəngilan şəhərində də birinci yaşayış kompleksinin tikintisi demək olar ki, yekunlaşır. Digər binaların tikintisi məktəb, xəstəxana, Zəngilan məscidi tikilmişdir. Gözəl bir memarlıq əsəridir. Konqres mərkəzi
Zəngilan Beynəlxalq Hava Limanı. Yəni bu bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq qurduğumuz şəhərlər və kəndlər bunu göstərir. Ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub yaradan xalqıq. Biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda qurub yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Yəni biz bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacaq. Mən sizə də xoşbəxt həyat arzulayıram. Bir daha sizi təbrik edirəm deyə dövlət başçısı bildirib. Və bir maraqlı məqam var. Deməli, sakinlərlə görüşdə. Görüş zamanı sakinlərdən biri oğlunun hazırda əskər olduğunu və ona dövlət başçısı ilə foto çəkdirməsini tapşırdığını söyləyib. Prezident isə şəkil çəkdirdik, yenə çəkdirək deyərək təbəssümlə cavab verib. Bu mövzu isə çox müzakirə eləmişik bunu, həbsxanaya narkotik, psixotrop maddələrin keçirilməsi. Ancaq görünən budur ki, insanlarımıza bu məsələ çatmır. Hələ də elə bilirlər ki, istədiklərini eləyə bilərlər, elə bilirlər ki, həbsxanadakı insanlara narkotik aparmaqla çox yaxşı bir iş görürlər, amma təəssüf ki, belə deyək, dəfələrlə bu barədə xəbərdarlıqlara, müraciətlərə baxmayaraq dəyişən bir şey yoxdur. Ədliyyə Nazirliyinin və yer yemişən tövsiyə edirəm belə şəxslərə elə o həbsxanadakı şəxsin cəzasından kəssinlər, versinlər bu adamlara və yaxud da elə bu adamlar da onlar qədər cəza ala bilərlər. Ədliyyə Nazirliyinin penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat axtarış tədbirləri nəticəsində 13 saylı cəza çəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Məhkuma həyat yoldaşı tərəfindən göndərilmiş bağlamaya baxış keçirilən zaman gödəkçənin cibində gizlədilmiş bükülülərdə 1,860 qram heroin və 0,498 qram metamfetamin, yəni patı aşkar olunub. Faktla bağlı araşdırma aparılır. Penitensiar xidmət cəza çəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğunu bir daha vətəndaşların diqqətinə çatdırır. Amma bu diqqətə çatdırma boş şeydir. Əsas odur ki, bu məsələ hüquqi müstəvidə həllini tapsın. Qarabağ uzun müddətdə axtardığı hücumçunu deyəsən tapıb, amma bunu axtardığından daha çox itirdiyi hücumçunu deyə bilərik. Qarabağın sabiq futbolçusu Juninho Olavio qışda komandasını dəyişə bilər. 28 yaşlı forvard Flamengoda qalmaq istəmir. O, əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün bu cür qərar verib. Juninho hətta komandanın 23 nəfərli iştirak ərizəsinə də daxil edilmir. Juninho'nun Qarabağa qayıtmaq variantı da var. Ağdam klubu yay transfer pəncərəsində onu heyətinə qatmaq istəsə də Flamengo'nun baş məşqçisi Felipe Luis buna mane olmuşdu. Qeyd edək ki, Olavio Juninho 2023-cü ilin yayından 2025-ci ilin yayına qədər cəmi 2 il ərzində Qarabağın formasını geyinib, o 5 milyon avro qarşılığında Braziliya klubuna satılıb. Burada mənə bir sual verilmişdi ki, İntiqam bəy, tam sənin müqaviləyə gedəcəksiniz. Bu mövzuda dəfələrlə suallar olub, cavablamışam, qeyd eləmişəm ki, normal insani həyat şəraitinə uyğun, təbii ki, öz peşəmin, öz belə deyək də, yəni cəmiyyətə, dövlətə fayda verə biləcəyim sahələrlə bağlı hər hansı bir iş olarsa, təbii ki, gedəcəm və amma yoxsa ki, mən sənə, 300 manat verirəm, ged orada sürün, xeyr, bu olmayacaq, o vaxtından olmayacaq ki, yəni illərlə çalış, karyera qur və s. və yaxır ki, hansısa bir vəzifəli şəxsin oğlu burada özünü günə verəcək, sən də gəlib burada onun əziyyətini çəkəcəksən, yox. Amma qeyd elədiyim kimi, jurnalistika ilə bağlı hər hansı ictimai siyasi bir sahədə bir iş verilərsə, vəzifə demirəm, bir iş verilərsə,
təbii ki, gedib çalışmaq olar. Dünən toyu olan 17 yaşlı gəlin ölüb, Astarada baş verib hadisə və uzun müddətdir bu şəxslər bir yerdə yaşayırmışlar. Bu çox ciddi bir məsələdir və biraz da belə etikadan kənar mövzudur deyə çox belə necə deyərlər, adam açıb ağartmaq istəmir. Amma illərdir bu söhbətlərdə gedir. Yəni cahillik bu qədəri yox. Cəhalətin bu qədəri olmaz. Astarada toydan bir gün sonra vəfat edən gəlinin ölüm səbəbi açıqlanıb. Gəlin 7 aylıq hamilə olub toyu günündə. Bildirilib ki, 28 oktyabr 2025-ci il tarixində saat 22 radələrində 2008-ci il təvəllüdlü şəxs Astara rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatışmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu qoyulub, müalicəsi reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub. Göstərilən bütün reanimasyon tədbirlərə və həkimlərin çox saylı səylərinə baxmayaraq saat 06:00 radələrində, yəni bugün pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Çox dəhşətli bir məsələdir əslində, dəyərli izləyicilər. Deməli, parlament seçkiləri ilə bağlı bir vacib məsələ var. Ümumiyyətlə, Azərbaycanda parlament buraxıla bilər, bax belə bir mövzudur. Bilirsiniz ki, ötən seçki ən son, yəni 2024-cü ilin sentyabr 1-də keçirilən seçki çox böyük biabırçılıqlarla müşahidə olundu, çox kütləvi saxtakarlıqlarla parlamentin 80% demək olar ki, heyəti yerində qalmaq şərti ilə bir seçki oyunu oynanıldı və bu oyun həm də mənə qarşı da oynanıldı 125 saylı dairədə və Ramiz Mehtiyevin siyasında 42 deputatın adı var. Ramiz Mehtiyevlə əlaqəli olan 49 nəfərin siyasında 42 ad deputatlara aiddirsə, Milli Məclis tezliklə buraxılacaq. Bunu hesablamaq asandır. Bu açıqlama ilə Real Partiyasının keçmiş sədri siyasətçi İlqar Məmmədov çıxış eləyib. O, Mehtiyevin siyasında 42 deputatın adının olduğunu iddia edib. Parlamentin iclası 83 deputat iştirak etdikdə səlahiyyətlidir. Hazırda 124 deputat var, onlardan 42 nəfəri həmin siyahıdadırsa, demək, üzvlükdən kənarlaşdırılacaqlar. Cəmi 82 deputat qalacaq və yetərsay heç cür alınmayacaq. Milli Məclis öz işini yetərsaysız yerinə yetirə bilmədiyi üçün buraxılacaq. Amma siyahıdakıların hətta 30 nəfəri deputatdırsa, Milli Məclisin buraxılması üçün əsasın yaranması mümkündür. Çünki parlament özünün bəzi qərarlarını azı 95 səslə qəbul etməlidir. Belə bir çoxluq tələb edən qərar layihəsi ortaya çıxarsa və məclisdə azı 95 səlahiyyətli deputat tapılmazsa, onda parlament yenə də öz vəzifəsini yerinə yetirə bilmədiyi üçün buraxılacaq. Qalır açıqlanacaq o siyahıda deputatların sayını bilmək, say 29-u ötməyəcəksə, onda ancaq bəzi dairələrdə yaxın aylarda əlavə seçki gözləməliyik. Və mən hesab edirəm ki, ümumiyyətlə o seçki gözləməliyik və doğrudan da belə bir gözlənti varsa, dövlət belə bir gözlənti içərisindədirsə və belə bir qərar alıbsa, o dairələrdən də biri bir daha qeyd edilən 125 sayılı dairə olmalıdır. Çünki həmin dairədəki saxtakarlıqlar, yəni bütün ölkənin xəbəri var və mənim hələ də yayımladığım bir sıra materiallar var. Ehtiyac, zərurət olarsa o seçkini saxtalaşdırılanların hüquqi məsuliyyətə cəlb edilməsi üçün o materialları da belə deyək, təqdim eləyə bilərəm. Ermənistanın dövlət aparatında səs-küylü həbslər gözlənilir. Belə bir iddia ilə İrabunk qəzeti çıxış edib. Qəzetin yazdığına görə Ermənistan baş naziri Paşinyana yaxın mənbələr artıq qurbanların yeni siyasının hazır olduğunu bildiriblər. Elton Məmmədov, sabiq deputat, deməli, baş prokurorluğa çağırılıb, xəbərdarlıq edilib, dəyərli izləyicilər. Azərbaycan Milli Elmlər Akademiyasının
İşlər İdarəsinin sabiq müdürü, hazırda həmin qurumun rəyasət heyəti aparatının sosial xidmətlər şöbəsinin müdürü Məmmədov Elton Arzumanoğlunun baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb. Bu barədə prokurorluq məlumat yayıb. Bildirilir ki, Elton Məmmədov açıqlamasında istintaq orqanına çağırılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb. Bildirilir ki, Armeniyada baş verən qanunsuzluqlar barədə baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində cinayət məcəlləsinin 179.4 xüsusilə külli miqdarda ziyan vurmaqla